Salam əziz tərbiyəçilər, salamlayıram hər birinizi. Mən Əlizadə Aynura. Bu günlərim sizlərə Smart planı haqqında məlumat verəcəm. Nədir Smart? Nə üçün istifadə olunur? Bu xırda məqamlara toxunmuş olacağıq və dərsliyimizə keçməmişdən əvvəl qeyd edeyim ki, kanalımızı abunə olub, aşağıda burada abunə olub, bəyənməyi unutmayın. Çünki sizin aktivliyiniz əsasında mən də bir o qədər aktiv olacağım. Dərslərimizdən faydalanan müəllimlər var, amma kanalımıza abunə deyirlər. Abunə olub, bəyənsəniz, mən də sizlər üçün bir o qədər aktivliyimi göstərəcəm. Və dərslərimiz haqqında, həm ödənişsiz, həm ödənişli dərslərimiz haqqında 051 357 58 71 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bizim həm WhatsApp qruplarımız ödənişli şəklində var, həm də Telegram qrupumuzda da yetərincə inteqrativ şəklində suallarla təmin oluna bilərsiniz. İndi isə keçək Smart planının açılışına. Nədir Smart? İlk öncə bir məqamı da qeyd eləyəcəm sizlərə. Çünki dərslər o qədər bir-biri ilə əlaqəlidir ki, inteqrativ şəklində. O dərsliyi qeyd etməsəm, Smart'ın açılışını qeyd edə bilmərəm. Bir növ belə deyim də sizə. Yəni, hər biri dərsliyin bir-biri ilə bağlıdır. Bax, məsələn, müəllimə Smart'ın açılışını öyrənir, amma bilmir ki, Smart'ın açılışı hardan müəyyən olunur. Və bu da əlbəttə ki, qəbulda müəllimənin səhvliyinə yol verir. İlk öncə 6 standartlara toxunacağım. Çünki bizim Smart 6 standartın tərkibi olaraq müəyyən edilir. Və bildiyiniz kimi bizim 6 standartlarımız var ki, dövlət tərəfindən bizə verilən standartlardır və biz də oradan məqsədimizi müəyyənləşdiririk. Və 6 standartlarda əlbəttə ki, yaş qrupuna əsasən getdikcə mürəkkəbləşir. Və dövlətin bizə verdiyi standart minimal şəklində olmalıdır. Maksimal şəklində bizə standart verilmir. Minimal şəklində verilməlidir ki, mən yaş qruplarıma əsasən o standartı uşaqlara aşılamış olum. Ona görə minimal olur. Və qeyd edeyim ki, 6 standartın özü də 4 mərhələdən ibarətdir. Bildiyiniz kimi, təlimin dəqiqliyi, düzgünlüyü, davamlılığı və inteqrativliyi. Baxın, burada qeyd eləyəcəm, sizə bir sıra qəbulun xırda məqamlarını qeyd eləyəcəm. Dəqiq olmalıdır, düzgün olmalıdır, davamlı olmalıdır və inteqrativliyi olmalıdır. Bax, bu 6 standartın 4 mərhələsindən ibarətdir. Dəqiq nədir müəllimələr? Yəni ki, dəqiq biz bildiyiniz kimi məqsədimizi 6 standartdan çıxardırıq və mənim məqsədim dəqiq olmalıdır. Yəni ki, spesifik olmalıdır. Bir növ, məsəl üçün, mən uşaqlara hərflər keçirəm deyə bilmərəm. Hərflər ümumidir də, ümumi gedir. Axı, uşaq bilmir ki, bugün hansı hərflə tanış olacaq. Sən hansı hərfi keçirsənsə, onu vurğulamalısan. A-nımı keçirsən, B hərfini keçirsən, C hərfini keçirsən, bunu vurğulamalısan. Və yaxud da ki, həndəsi fiqurlar yox da, hansı fiqur üzrə uşağı qiymətləndirirsənsə, hansı uşağa hansı fiquru tapşırmısansa tapşırıq olaraq, o müəyyən olaraq dəqiq şəklində vurğulanmalıdır. Bax, budur dəqiqlik. Daha sonra davamlılıq var. Davamlılıq nədir? Yəni ki, 6 standart bilirsiniz ki, getdikcə mürəkkəbləşir yaş qruplarına əsasən. Və mən yaş qruplarına əsasən mövzularımı davamlı şəklində təmin etməliyəm. Bir növ varislik prinsipini qorumalıyam. Psixoloji ardıcıllığı nəzərə almalıyam. Əgər mən, tutaq ki, deyək ki, bilirsiniz ki, həndəsi fiqurlar orta qrupdan keçirilir. Yəni, kiçik qruplarda uşaqlara həndəsi fiqur verilmir. Mən, tutaq ki, gətirib bu həndəsi fiquru kiçik qrupa versəm, əlbəttə ki, mən 6 standartın davamlılığına riayət etmiş bir müəllimə olmuram. Çünki sən həndəsi fiquru orta qrupda uşaqlara ilkin tanış olurlar. Və orta qrupda əgər uşaq həndəsi fiqurla tanış olursa, demək böyük qrupda artıq onu fərqləndirəcək. Artıq məktəbə hazırlıq qrupunda onu qruplaşdıracaq. Və sən nə etdin? 6 standartın davamlılıq mərhələsini qorumuş oldun. Yəni, keçəcəyin mövzunu sadədən mürəkkəbə doğru təşkil etmiş oldun. Bax, bu da davamlığı müəyyən edir. Daha sonra düzgünlük var. Düzgünlük də odur ki, yəni sənin bugün mövzun yaş qrupuna düzgün şəklində təyin edilməlidir. İnteqrativlik var müəllimələr. İnteqrativlik də bir növ bizim inteqrasiyamızı müəyyənləşdirir. Bildiyiniz kimi, biz inteqrasiyanı 6 standarta əsasən aparırıq. Məsəl üçün, biz əsas standart üzrə, tutaq ki, deyək ki,
Bax, belə bir standart, belə bir daha doğrusu inteqrasiya həyatı boyu ola bilməz. Yəni, harda belə inteqrasiyanı görsəniz, bilin ki, o test yanlışdır. Çünki mən inteqrasiyanı əsas standartın əsasında aparmıram. Mən inteqrasiyanı bu şəklində aparıram. Yəni, planlaşdırma yazırsınız da, yəqin ki, cari planınızı yazırsınız. Cari planı yazanda o inteqrasiyanı yazırsınız, yəqin ki, işləyən müəllimlər deyirəm. Bax, bu şəklində yaza bilərsiniz inteqrasiyanı. Tutaq ki, deyək ki, bədii təfəkkür məşğələsini keçmisiniz və səhnələşdirirsiniz. Məsələn, hansısa bir səhnəcik qurmusunuz. Aha, mənim inteqrasiyam bu şəklində müəyyən edilir. Alt standarta əsasən reallaşır. Əsas standartın əsasında inteqrasiya qeyri-mümkündür. Ola bilməz. Və bildiyiniz kimi inteqrasiyada, daha doğrusu inteqrasiyanın 3 növü var. Var indi məşğələ arası inteqrasiya, məşğələ daxil inteqrasiya, bir də məşğələ üst inteqrasiya. Bax, 3 dənə növü var. Məşğələ daxil inteqrasiya deyəndə bu şaqul inteqrasiya müəyyən olunur. Məşğələ arası inteqrasiya deyəndə isə bu isə üfüqi inteqrasiya olaraq müəyyən edilir. İndi inteqrasiya mövzusuna toxunmayaq. Bizim əsas dərsliyimiz smart planıdır. Amma inteqrasiya haqqında da izahı istəsəniz, yorum hissəsində qeyd eləyərsiniz. Oradan baxacağam. İnşallah ki, növbəti dərslərimizdə də inteqrasiya haqqında sizi məlumatlandıracağam. İndi smart. Aha, alt standartımız haqqında müəyyən tanış olduq da, düzdürmü? Mərhələsi haqqında tanış olduq. Bildik ki, məqsədimiz alt standartdan çıxardılır. Və bax, indi mən bu məqsədim var ha. Ki, mən alt standartdan məqsəd çıxardıram. Məqsəd. İndi bu məqsədin əsasında biz smart öyrənəcəyik. Və bildiyiniz kimi məqsəd 3-4 ola bilər. Yəni, məqsədi müəyyən edən mənəm. Baxın, bir xırda məqama da toxunum sizlər üçün. O qəbulun bir növ, bir xırda məqamını da sizə qeyd edeyim. Məqsədi müəyyən edən tərbiyəçidir. Bunu bəzən müəllimlər qarışdırırlar bir xırda məqamlarla. Müəyyən edən sizsiniz. Amma yerinə yetirən uşaq olmalıdır. Uşağın fəaliyyəti olmalıdır. Yəni, məqsəd mən tərəfindən müəyyən edilir. Amma uşaq tərəfindən yerinə yetirilir. Və məqsədin sayı 3-4 arası olmalıdır. Maksimal olaraq 4 dənə məqsəd müəyyən edə bilərsiniz. Amma 4-dən çox məqsəd müəyyən edilmir. Yəni 5, 6, 7 bu məqsədlər yanlışdır. Maksimal olaraq 4 dənə məqsədi müəyyən edə bilərsiniz. Və məqsədə uyğunda siz uşaqları qiymətləndirirsiniz ki, yəni bir növ məqsədinizi müəyyən edirsiniz ki, uşaqları hədəfə aparmış olasınız. Bu zamanda siz formativ qiymətləndirmədən istifadə etmiş olursunuz. İnanın, dərslərin hər biri o qədər bir-birinə bağlıdır ki, yəni onu qeyd etməsəm, o birisini qeyd edə bilmirəm. Demək, məqsəd. Məqsədin əsasında biz smartımızı müəyyən edirik. Smart deyəndə, S hərfi deyəndə spesifik, yəni ki, məqsədin dəqiq olmalıdır, aydın olmalıdır, spesifik şəklində olmalıdır, xüsusi olmalıdır, ümumi yox, xüsusi olmalıdır. Məqsəd induktiv düşüncəyə əsaslanır. Təkdən cəmə doğru. Və məqsəd dediyim halda, yəni məsəl üçün, sən heyvanlar deyə bilməzsən uşaqlara. Heyvanlar ümumidir də. Uşaq nə bilsin ki, sən bugün uşağa hansı heyvan haqqında məlumat verəcəksən? Heyvan, məsəl üçün, nə qədər heyvan var? Nə bilim, şiri var, ayısı var, zürafəsi var, iti var, pişiyi var. Yəni, çoxdur da heyvanlar. Sən hansı heyvanı keçirsənsə, onu spesifik şəkildə vurğula o məqsədinin əsasında. Bax, spesifik budur. Daha sonra smartın M'si var ki, mezbuldur bu. Mezbul odur ki, yəni burada sənin məqsədin ölçülə bilən olmalıdır. Məqsəd bir növ bizim təlim nəticəmizi müəyyənləşdirir də. Bilirsiniz ki, məqsəd cari planlaşdırmanın əsasında müəyyən olunur. Yəni, mənim məqsədim ölçülə bilən olmalıdır. Dedik axı, bizim məqsədimizin sayı maksimal olaraq 4 dənə olmalıdır. Tutaq ki, sənin bu günlərim 3 dənə məqsəd müəyyən etmisən. Bu 3 məqsədin də ölçülə bilən sayda olmalıdır. Nə çox olmalı deyil, nə az olmalı deyil. Yəni, bir dənə məqsədi niyə müəyyən edəsən ki? Əgər 4 dənə məqsədini müəyyən edirsənsə, məsələn, ikisini heç olmasa müəyyən etdə, ikisini uşaqlara o məqsədi aşıla, öyrət.
Məsəl üçün, sən burada tutaq ki, deyək ki, 6 dənə məqsədi müəyyən edə bilməzsən. Bu artıq MESBUL-u pozmuş sayılar. Bax, bu da MESBUL-un əsasında müəyyən olunur ki, MESBUL odur ki, sənin məqsədin ölçülə bilən olmalıdır. Yəni, sənin məqsədin ölçülə bilən olmalıdır ki, sən artıq uşaqları düzgün şəkildə qiymətləndirmiş olasan. Daha sonra SMART-ın A-sı gəlir. Achievable-dur bu da. Achievable nədir? Yəni ki, əldə oluna bilən olmalıdır. Məqsədin əldə oluna bilən olmalıdır. Nə çətin olmalı deyil, nə asan olmalı deyil. Yəni ki, normal şəklində olmalıdır da. Yəni, çox da asan suallar niyə verim ki mən uşağa? Və ya da ki, çox da çətin əlbəttə ki, verə bilmərik. Çünki biz artıq varisliyi pozmuş sayılarıq. Məsəl üçün, siz gedib məktəb belə deyək də, vəsaitləri üzrə hər hansı bir nağılı, şeiri gətirib uşaqlara öyrədə bilməzsiniz məktəbə qədər yaş uşaqlara. Çünki artıq burada sizin məqsədiniz əldə edilə bilən olmur. Çünki çətin tapşırığı gətirib verirsiniz. Axı, məktəb yaş uşaqların nağılını, şeirini siz necə gətirib məktəbə qədər yaş uşaqlara verə bilərsiniz? Və yaxud da ki, asan olmalı deyil verdiyiniz mövzu. Yəni, elə bir mövzunun üzərində uşaqlara suallar təyin etməlisiniz ki, o uşaqlar düşünməyə vadar olsun. Təfəkkürünün inkişafı təmin olunsun. Bax, Achievable-da bu məqsədin əldə oluna bilən və nə asan, nə də ki, çətin tapşırıqlar olmamalıdır. Daha sonra SMART-ın R-sı var. Realistdir ki, realist də odur ki, yəni sənin məşğələ prosesində məqsədinə uyğun istifadə etdiyin resursların nəzərdə tutulur. Bilirsiniz ki, məşğələlərimiz üzrə resurslar eyni müəyyən edilmir. Resurslar dəyişir və mən əlavə resurslar da seçə bilərəm məşğələ prosesində. Məsələn, riyaziyyat məşğələsinin özünə məxsus bir resursları var. Daha sonra ətraf aləmə tanışlıq məşğələsinin özünə məxsus resursları var. Bədii təfəkkürün özünə məxsus resursları var. Yəni, müxtəlifdir də resurslar. Və bu resursların əsasında uşaqlar artıq biliklər əldə edirlər. O bizim əyanlik prinsipimiz var ki, Komnesk onu qızıl qayda adlandırır. Nəyə görə qızıl qayda adlandırır? Çünki deyir ki, uşağa sən nə qədər danışırsan, danış. Amma o danışdığını bir dəfə də gətir uşaqlara əyani şəklində göstər. Gör o sənin danışdığın onların yadında qalacaq, yoxsa əyani şəklində göstərdiyin. Ona görə də əyanilik önəmlidir. Sizin məşğələ prosesində istifadə etdiyiniz resurslar önəmlidir. Bax, SMART-ın R-si də realist resurslarınızı müəyyən edir ki, məşğələ prosesində məqsədinizə uyğun düzgün resurslar təyin edəsiniz. Daha sonra SMART-ın T-sı var, Time Friend. Time Friend də odur ki, bir növ sizin vaxtınızı düzgün təşkil etməyiniz. Yəni, məşğələmizin keçəcəyimiz bir müddət var da. Kiçik qrupdan ta ki, məktəbə hazırlıq qrupuna qədər. Bununla bağlı mənim izahım var YouTube kanalında. Ki, kiçik qruplarda mənim üçün 15 dəqiqədirsə, artıq orta qrupda 20-dir, böyük qrupda 25-dir, məktəbə hazırlıqda 30 dəqiqədir. Bax, Time Friend bunu müəyyən eləyir. Yəni, bir növ planlaşdırma üzrə xronoloji ardıcılığı müəyyənləşdirir. Yəni, sənin məşğələn vaxtında keçirilməlidir. Nə gec başlamamalıdır, nə də tez başlamamalıdır. Vaxtın nə vaxtısa məşğələnin vaxtı, o vaxtı da başlayırsan, məşğələni vaxtında düzgün təyin edirsən. Əgər orta qrupda 20 dəqiqə ərzindədirsə, sən bu Time Friend-ə əsasən vaxtını, vaxt ardıcıllığını düzgün bölmüş olursan. Bax, bu da Time Friend-i müəyyən edir. Yəni, əslində çətin bir dərs deyil, sadəcə dərslər bir-biri ilə çox bağlıdır, əlaqəlidir, integrativ şəklindədir. Yəni, əgər ki, SMART öyrənirsinizsə, əziz tərbiyəçilər, mütləq şəkildə 6 standartı bilməlisiniz. Əgər 6 standartı öyrənirsinizsə, mütləq şəkildə planlaşdırmanı da bilməlisiniz. Planlaşdırmanı bilirsinizsə, mütləq şəkildə qiymətləndirməni də bilməlisiniz. Hər bir mövzu bir-biri ilə integrativ şəklində əlaqəlidir. Hər birinizə uğurlar arzu edirəm. Daha çox videoların gəlməsi üçün yorum hissəsində fikirlərinizi qeyd edə bilərsiniz. Uğurlar hər birinizə.